Salam. Bugünkü açılımımız olacaq. O yazacaq mı, zəng eləyəcək mi? 4 variant eləyəcəm. Yazacaq mı, zəng eləyəcək mi? Express rasklar. Çox qısa bir açılım olacaq. Uzun açılım eləməyəcəm. Sadəcə baxırıq yazacaq mı, zəng eləyəcək mi, hərəkət olacaq mı? Qaşları falan qoymuram. Qaşdarsız seçilməcə bütün kartlar görünür. Kimin üçün vaxt azsa saxlaya bilərsiniz. Yazacaq mı, zəng eləyəcək mi? Başlayırıq birinci variantla. Yazacaqsan mı? Nəsə ona mane olur hərəkət eləmək üçün. Baxaq görüm. Bəs yazacaqsan mı? Zəng eləyəcəksən mi? Hərəkət görünür burada bəli, amma nəsə mane olur. Bilirsiniz manəçilik nədir? Bunun nəsə ciddi bilirsiniz. Nəsə bir qadın var burada münasibətlərə əngəl olan, ola bilər ki, bunun ailəsidir, bilmirəm. Bilirsiniz, vacib adamdır bunun həyatında, ola bilər ailəli adamlandır münasibətiniz, bilmirəm. Ümumiyyətcə biz açılım eləməyəcəyik, baxırıq hərəkət olacaqmı, olmayacaqmı? Hərəkət əslində mən sizə belə deyim də, hərəkət olacaq, yazacaq o sizdə, amma bu ailə kimi çıxır bu adam üçün. Bu adam ailəli adamdır və ailəsi dəyişir qaydasındadır, möhkəm ailədir, yəni belə deyim də bir sözlə onu atmaq falan fikri yoxdur. Ola bilərsə yazsan, çünki burada görünür ki, bir hərəkət olacaq, amma ki bu qadınla münasibətlər davam edir və qadın onu möhkəm tutub buraxmaq da istəmir də. Yazacaqmı? Və bu münasibətlər bitəcək, onu da bilin. Yəni sizinlə olan münasibətləri bitirəcək onsuz da. Bitirəcək, çünki fikirləşir ki, mən hara kimi apara bilərəm. Mən uzun açılım eləməyəcəm. Express raskladdır. Başqa vaxt baxarıq insanların fikirlərinə. İkinci variant. Yazacaqmı, zəng eləyəcəkmi? Yazacaqsanmı, zəng eləyəcəksənmi? Darıxır o. Hisslər də var, amma oturaqda çıxır burada, niyəsə istəyərdi sizlə görüş planlaşdırardı, istəyərdi elə bil ki, bunun xəyalını qurur. Biraz vaxt keçməlidir, bəli, o sizə yazacaq. Bəli, yazacaqsın, söhbətiniz, danışığınız olacaq, bəli. Yazacaq, hərəkətə baxır, ümumiyyətcə, bəli, o sizə yazacaq. Narahat olmayın. Çünki darıxır, istəyir danışmaq. Üçüncü variant, o yazacaq, zəng eləyəcəkmi? Çox səbirli görürsünüz, bilmirəm nə baş verir hal-hazırda. Yazacaqsanmı, zəng eləyəcəksənmi? Aydın oldu. Bilirsiniz, necə fikirləşir ki, sizdə çox arxayınçılıq var, bəlkə onu gözləyirsiniz. Elə bir məqam gözləyəcək ki, sizin bütün elə bir ki, ümidləriniz yoxa çıxsın ki, bəlkə həqiqətən bir dəfəliyə getdi də. Çünki burada siz belə arxayın kimi çıxırsınız, o gözləyəcək ki, siz elə bil ki, bütün ümidinizi itirəsiniz, özünüz hərəkətə keçməyə başlayasınız. Bəs özün yazacaqsanmı, zəng eləyəcəksənmi? Yaxın tarixdə ondan bir şey gözləməyin də. Gözləməyin. Bilirsiniz necə, burada başqa qadın da çıxır bunun həyatında. Burada triqonik kimi çıxır. Ya siz onun yoldaşısınız, başqa qadın var, ya da siz onun elə bil ki, görüşdüyü, boyunca, nə bilim, nəsə belə bir şey və onun evli olduğu başqa qadın var. Burada dava görünür oğlanla qızın arasında, bu bunun öz ailəsidir. Əgər ailəsizsə, bilin ki, sizlə dava razborqa olacaq, dağılma səviyyəsinə gələcək, yox deyilsizsə, bilin ki, başqa qadınla davası gözlənilir. Yazacaqmı sizə? Müddət keçməlidir də, bilirsiniz necə, onun başı çox qarışıqdır. Yazacaq, bəli, sizə danışacaq, söz belə bir şey görünür. Prosta tez bazar belə bir şey gözləməyin. Amma o birisi qadınla da ayrılıq çıxmır. Ayrılma nöqtəsinə gələcəklər, bəli, dava qurğun görünür, amma ayrılıq da görünməli. Dördüncü variant, yazacaqmı, zəng eləyəcəkmi? Yazacaqsanmı, zəng eləyəcəksənmi? Yazacaq, zəng eləyəcək, bəli.
Bəli, yazacaq, zəng eləyəcək, narahat olma. Prosta bilirsiniz necə, bu düzgün hərəkət eləməyi bacarmayan insandır. Bəlkə o istəyir nəsə yaxşılıq olsun, prosta elə hərəkət edir ki, sonda nəsə bir dava çıxır, bir şey olur, bütün münasibətlər dağılır. O özün bir sözlə belə gündə normal apara bilmir. Bilmir düzgün yol nədir, necə hərəkət eləmək lazımdır, belə bir şey ki, amma yazacaq, mütləq yazacaq sizə. Hələlik bu qədər, sağ olun.